Bütövlükdə 140 kilometr, əslində isə Çinlə Avropanı birləşdirən yolun əsas nöqtəsindəyik. Hazırda Xoradiz-Ağbənd dəmir yolu xətti üzərində məhz tikinti quraşdırma işlərinin 68, layihələndirmə işlərinin isə 85% yekunlaşıb və qeyd etdiyim kimi Xoradiz-Ağbənd dəmir yolu xəttinin ümumi uzunluğu 110,4 kilometrdir. Yan yollarla birlikdə isə 140,6 kilometr təşkil edir və təbii ki, marşrut boyunca mövcud Xoradiz stansiyası ilə yanaşı yeni yuxarı Mərcanlı, Şükürbəyli, Sultanlı, Qumlaq, Həkəri, Mincivan, Bardaz və Ağbənd stansiyalarının inşası nəzərdə tutulub. Hazırda xəttin 75-106-cı aralığında torpaq işləri və mühəndis qurğularının tikintisi işləri davam etdirilir. Tikinti quraşdırma işləri 3 mərhələdə həyata keçirilir. Bir tunelin və bir qaleriyanın tikintisi başa çatmaq üzrədir. Eyni zamanda bir körpünün və 3 tunelin tikinti işləri davam etdirilir. Xoradiz-Ağbənd dəmir yolu xətti ümumilikdə boyunca 553 süni mühəndis qurğusu, yəni burada körpülər, tunellər, keçidlər inşa olunur və 20 aşırıma malik olmaqla bugünə qədər ölkəmizdə tikilmiş ən uzun dəmir yolu körpüsüdür. Ümumilikdə 40 körpü inşa olunur burada və dəmir yolunun 3-cü mərhələsi üzrə ümumilikdə 4 ədəd tunel inşa edilir və onlardan bir Azərbaycanın müstəqillik dövründə qapalı üsulla tikilmiş ilk dəmir yolu tuneldir və uzunluğu 677 metrdir. Gördüyünüz kimi ərazidə intensiv şəkildə işlər davam etdirilir. Digər tunel isə məhz 1071 metrdir uzunluğu və ölkəmizin ən uzun dəmir yolu hesab edilir. Və ümumiyyətlə işlərin sayı da önəmlidir. Çünki layihə olduqca böyük və çətindir və müxtəlif dövrdə, müxtəlif zamanlarda işlərin sayı təbii ki dəyişir. Hazırda ərazidə layihədə ümumilikdə 450-yə yaxın işçi çalışır və 400-ə yaxın da texnika cəlb olunub bu layihəyə və ümumilikdə ən çətin məqamlardan biridir təbii ki mina təhlükəsidir və ANAMA ilə birlikdə işlər aparılır və hər il ANAMA-ya planlar təqdim edilir. ANAMA ərazidə müşahidələrini aparır və minadan ərazini təmizləyir və işçilərə təhvil verir.